Yanaqlarının rəngi yoxsulluğa çalırdı, amma əynibaşı zənginliyini yansıdırdı. Nə məqamda olduğunu belə bilmirəm hələ. Bəlkə bir müəllim, bir döhdür, abırlı bir iş-peşə sahibidir. Yox, onun adını tutmaq, ondan danışmaq mümkün deyil. Hə, hələ bu qalsın o yanda, onu necə özünə inandıracaqsın? Bir də itirsən necə? İllər sonra tapıb qovuşduğu anasını qatil sanacaq. Yox, yox. Salam, mən Xan Sənəm. Videolarımızın bu bölümündə hekayə ünsürləri haqqında danışdığımıza görə toqquşma və ya həmin keşməkeş ya qarşıdurma ünsürünü açıqlayacağam. Toqquşma demək olar ki, hekayənin dinamika gücüdür. Onu hərəkətə gətirən, inkişaf edən və dəyişdirən gedişdir. Qarşıdurma və ya toqquşma hekayənin quruluşunun əsas ünsürlərindən biridir desək, yanılmamışıq. Sujetin başlanmaq nöqtəsi bu elementdir. Gərginliyə start vuran bu ünsür şəxsiyyətlər arasında qarşıdurmağa səbəb olur. Beləliklə də hekayə əməlini və ya praktikasını iləri sürür, oxucuda hekayənin ardını tutmaq üçün həyəcan və maraq yaradır. Toqquşma səbəbindən şəxsiyyətlərin səviyyəsi, düşüncəsi və məqsədi üzə çıxır. Bu dinamika onların inkişafını təmin edir və macəraları kulminasiya və ya zirvəyə doğru aparır. Toqquşma adından bəlli olduğu kimi bir-birinə zidd olan tərəflər arasında toqquşmağa və ya çəkişməyə zəmin yaradır. Toqquşma iç ya daxili, yəni şəxsiyyətlərin öz içində və ya xarici, yəni şəxsiyyətlərlə çevrə arasında yarana bilər. İndi bunları ayrıntıları ilə izah etmədən qabaq, toqquşmanın zərurətinə görə sadə bir məsələyə toxunmaq istəyirəm. Adətən oxucular toqquşmanı təcrübə eləmək ardıca olurlar. Əgər sujet xətti üzrə hər şey problemsiz və xoşluqla irəliləsə, oxucu tezliklə hekayədən yorulacaq və sizə deyim, biraz fikir versə, kitabı kənara qoyub, necə deyərlər, hekayəni öz beynində sona qədər oxuyacaq. Və təbiidir ki, enişi, yoxuşu, buruğu olmayan yol kimi bu gedişat oxucunu bezdirəcəkdir. Amma təsəvvür edin, iki şəxsiyyət arasında fikir ayrılığı yaranarkən, onların müəyyən mövzu üstündə mücadilə etmələri başlarkən, oxucu onların ilgilərində yeni mərhələnin şahidi olacaq və beləliklə münaqişənin sonunu oxuya bilmədən bu fikir ayrılığın və bu mücadilənin haraya gedib çıxdığını qara izləyəcək və təbii ki, hekayənin ardını tutacaqdır. Hekayəni oxuyarkən ona suallar yaranacaqdır, cavablar aranacaqdır və ayrıca onun düşüncə mekanizmini çalışmağa doğru çəkəcəkdir. İndi görək neçə növ toqquşma və ya keşməkeş varımızdır. Toqquşmanı iki əsas hissəyə bölürlər. Birincisi daxili toqquşma və ikincisi xarici toqquşma. Daxili və ya iç toqquşmada adından aydın olduğu kimi şəxsiyyət adətən öz içindəki inancları, şübhələri və ya hissləri ilə döyüşməkdə olur. İnanclarını ələk-vələk eləyir, onlara şübhə edir və ya əksinə onlara dəyişilməz, sərt bir münasibət bəsləyir. Sonra da istidlal edir və düşündüklərini beynində daha da inkişaf edir. Misal üçün, qorxur və ya qorxmur. Yolundan dönmək istəyir və ya davam eləmək peşində olur. Yəni, bu tərdidlər içində get-gəldədir. Keşməkeş ümumiyyətlə bizim içimizdəki fikirlərdən qaynaqlanır. Daxili toqquşma dolayısıyla xarici toqquşmanın da yaranmasına səbəb olur və əksinə.
Bunlar bir-birini doğur və bir-birinə təsir göstərir. Daxili toqquşmaya karakterin öz qarşısında durmaq da deyirlər. Yəni necə? Belə ki, bu ünsür öz zehnini və ya ürəyinin qarşısında bir şəxsiyyət qondarır və onunla əxlaqi və ya atifi dalaşmağa başlayır. Gəlirik xarici toqquşmaya. Xarici toqquşma şəxsiyyətlə xarici güclər arasında baş verir. Bu güclər və ya tərəflər başqa şəxsiyyətlər, bir təbii amil və ya toplum və hətta teknoloji də ola bilər. Şəxsiyyətlər arasında fikir ayrılığı onları gətirib toqquşmaya çıxardır. Onlar hər biri müəyyən düşüncəni müdafiə etməklə aralarında dartışma, çarpışma və hətta əlbəyaxalıq yaranır və bununla da hekayənin dirçəlişi start götürə bilər. Toqquşma və ya keşməkeş olmazsa hekayə yaranmayacaqdır. Öncə dediyimiz kimi, hər hekayədə toqquşmanın olmağı ölüm-dirim məsələsidir. Olmağı hekayəni yaşadır, hərəkətə gətirir, gedişatı və oxucunu diribaş saxlayır. Olmadığı halda isə bunların heç biri olmur və nəticədə hekayə nakam qalır. Toqquşma elementini daha aydın başa düşmək üçün onu neçə yerə bölüb açıqlayırlar. İnsan qarşısında insan, insan öz qarşısında, insan toplum və ya cəmiyyət qarşısında, insan təbiət qarşısında və insan teknoloji qarşısında. İndi bunları bir-bir açıqlayırıq. İnsan qarşısında insan nə demək? Bu durum bir və ya neçə protagonist ya qəhrəmanla, bir və ya neçə antagonist və ya ziddi qəhrəman ya belə deyim, qara quruqçular arasında üz verir. İnsan öz qarşısında nə demək? Bilirik ki, həyatı boyu və ya bir dönəmdə insan öz tərdidləri, təəssübləri və öz karakterinin zəif tərəfləri ilə çarpışmaqdadır. Bu məsələ insanı ətraf fenomenlərlə qarşılaşdığı zaman daha da özünü buruza verir. İnsan toplum və ya cəmiyyət qarşısında nə deməkdir? Belə də əsli karakter ya şəxsiyyət toplumda cəryan edən adət-ənənələrlə və ya mədəni qanunlarla özünü qarşı-qarşıya görür. Onlarla döyüşə qalxır, onları qəbul etmir və ya dəyişmək fikrinə düşür və bu yolda da mübarizə aparır. Sonunda da ya qələbə çalır və ya məğlubiyyətə uğrayır. İnsan təbiət qarşısında nə demək? Bu kimi qarşı durmada insan təbiətin önünü kəsmək istəyir və onun ünsürlərindən biri ilə vuruşmağa başlayır. Təbiətin bu nümayəndəsi bir heyvan ola bilər. Məsələn, dənizdə bir köpək balığı ilə mücadilə aparmaq. Və nəhayətən insan teknoloji qarşısında. Görək bu nə deməkdir? Bu qarşı durmada insan ümumiyyətlə maşinizm təfəkkürünün ziddinə hərəkət edir və belə vəziyyətdə çoxlu hekayələr doğulur. Teknolojinin ətraf mühitə vurduğu ziyanlar insanı düşündürür və bu ziyanların get-gedə daha da genişlənməsindən insan təşvişə düşür. Nəticədə bu təfəkkürlə də qarşı-qarşıya durur. Bu haqda düşündükcə bir çox toqquşma və ya keşməkeşlərə rast gələ bilərik. Müasir həyat gündən-günə mürəkkəbləşir və belə mürəkkəbləşdikcə yeni fikirlər də ortaya çıxır. Güman edirik ki, insan düşdüyü və yürüdüyü bu uzun yolda bitib tükənməyən fenomenlərlə üzləşəcək və bu fenomenlərlə üzləşərkən həm daxilində, həm xaricində çeşidli toqquşmalar əmələ gələcəkdir.
Həyatda olduğu kimi, hekayə və romanda da həmən bu amillər mühərrik kimi əməl edib, süjet xəttini sağlayacaqdır. Əziz dostlarım, bugünkü videomuz burada sona çatır. Umuram ki, sizin üçün yararlı və faydalı olmuşdur. Lütfən bizi dostlarınıza tanıtdırın, bizi YouTube'da subscribe eləyin, like vurun, komment yazın. Biz sizin nəzərlərinizi gözləyirik videolarımızı daha da gəlişdirmək üçün. Gələn videomuza kimi sağ qalın.